Hər kəsə salam. Bu videoda adi və onluq kəsirlər mövzusunun izahına baxırıq. Adi kəsirlər nəyə deyilir? M və N natural ədədlər olarsa, M bölünsün N şəklində olan ifadəyə və yaxud ədədə adi kəsir deyilir. Burada M kəsirin surəti, N isə kəsirin məxrəci adlanır. Ortadakı xəttə isə deyilir kəsir xətti. Kəsir xətti həm də bölmə əməlini əvəz edir. Yəni burada M surət bölünən, məxrəc N isə böləndir. Adi kəsirləri nümunə olaraq 3-də 2, 6-da 8, 9-da 9 və sair kəsirlərini nümunə göstərmək olar. Kəsirlər bölünür iki hissəyə. Düzgün kəsirlər və düzgün olmayan kəsirlər. Düzgün kəsirlər surəti məxrəcindən kiçik olan kəsirlərə düzgün kəsirlər deyilir. Düzgün kəsirlər, tutaq ki, endiyim kəsiridir, 0-dan böyük, 1-dən kiçik olurlar. Yəni 0-1 aralığında yerləşirlər. Düzgün kəsirlər dedik ki, məxrəc surətdən böyük olmalıdır. Tutaq ki, 4-də 3, 12-də 10, 7-də 1 kəsirləri düzgün kəsirlərə nümunədir. Düzgün olmayan kəsirlər isə surəti məxrəcindən böyük və ya məxrəcə bərabər olan kəsirlərə deyilir. Düzgün olmayan kəsirlərdə tutaq ki, M kəsiri düzgün olmayan kəsirdir. Böyük bərabərdir 1-dən. Düzgün olmayan kəsirləri nümunə göstərsək, tutaq ki, 5-də 7, 12-də 12, 23-də 36 kəsirlərini misal göstərə bilərik. Hər bir natural ədəd özü məxrəci 1-ə bərabər olan adi kəsirdir. Düzgün olmayan kəsirdir. Tutaq ki, hər hansı bir ədəd götürürük. 6. Onun məxrəci 1-dir. Surət məxrəcdən böyük olduğuna görə bu kəsirimiz aid olur düzgün olmayan kəsirlərə. Qarışıq ədəd. Qarışıq ədəd tam və kəsir hissədən ibarət olan ədədlərə deyilir. A üstəgəlinsin, tutaq ki, C-də B şəklində göstərilir. Buna A tam, C-də B kimi oxuyuruq. Qarışıq ədəddə bəzən tutaq ki, bu şəkildə verilir. Məsələn, 5 tam, 5-də 3. Bəzən şagirdlər 5-ləri burada ixtisar edirlər. Bu olmaz. Çünki burada göstərdiyimiz kimi ortada toplama işarəsi var. Ona görə orada ixtisar etmək olmaz. Qarışıq ədədi düzgün olmayan kəsirə çevirmək mümkündür. Bunu yazmaq üçün məxrəci olduğu kimi yerində saxlayırıq. Tamı vururuq məxrəcə, üzərinə surəti gəlirik və bunu surətdə yazırıq. Misal nümunəsinə baxaq. Tutaq ki, 4 tam 7-də 1 kəsir verilib. Düzgün olmayan kəsirə çevirmək üçün məxrəc olduğu kimi yerində qalır. Surəti vururuq məxrəcə, üzərinə 1 gəlirik. 7-ni 4-ə vuranda 28, üstünə 1 gəlsə 29. Deməli, 4 tam 7-də 1 kəsiri düzgün olmayan kəsirə çevriləndə 7-də 29 olur. Kəsrin əsas xassəsi. Kəsrin surət və məxrəcini, tutaq ki, N kəsiridir, həm surəti, həm də məxrəci 0-dan fərqli eyni natural ədədə vurduqda və ya böldükdə kəsirin qiyməti dəyişmir. Buna kəsrin əsas xassəsi deyilir. Tutaq ki, kəsirimiz N-dir, onun həm məxrəcini, həm də surətini hər hansı bir K ədədinə vururuq. Bu zaman kəsirin qiyməti dəyişmir. Misal olaraq, tutaq ki, 3-də 2 kəsiridir. Bu 3-də 2 kəsirinin həm surətini, həm də məxrəcini 2-yə vururam.
alınır 6-da 4 kəsiri. Və yaxud kəsirin həm surətini, həm də məxrəcini 3-ə vururum. Bu zaman olur 3 vur 3, 2 vur 3. Alınır 9-da 6 kəsiri. Və yaxud başqa ədədlərə. Bölmə ilə yazsaq əgər, tutaq ki, 12-də 8 kəsiridir. Həm surəti, həm də məxrəci bölürəm 4-ə. Alınır 3-də 2 kəsiri. Yəni, həm vurma, həm də bölmə ilə kəsrin əsas xassəsini yaza bilərik. Bəs qiymət necə oldu ki, dəyişmədi? Baxıram birinciyə. 3-də 2, onu 2-yə vurmuşam, almışam 6-da 4. 3-də 2 kəsirinin qiyməti nəyə bərabərdir? 0,4-6-ya. Bəs 6-da 4 kəsirinin qiyməti nəyə bərabərdir? Yenə 0,4-6-ya. Yəni, kəsrin surət və məxrəcini eyni bir ədədə vurduğum zaman onun qiyməti dəyişmədi. Baxaq digər kəsrə. 12-də 8 bölmüşəm hər tərəfi 4-ə, yenə 3-də 2 almışam. 3-də 2-nin qiyməti nə oldu? 0,4-6. 8-i 12-yə bölsək neçə alarıq? Yenə 0,4-6 alarıq. Demək, həm kəsrin surət və məxrəcini eyni ədədə vurduqda, həm də böldükdə onun qiyməti dəyişmədi. Davam edək adi kəsirlər üzərində əməllərlə. Kəsirlərin toplanması, çıxılması, vurulması və bölünməsi var. İlk öncə baxaq məxrəcləri eyni olan kəsirlərin toplanmasına və çıxılmasına. Tutaq ki, bizə kəsir verib B-də A, üzərinə gəlib B-də C. Əgər məxrəc eynidirsə, məxrəci olduğu kimi saxlayırıq, surəti surətə toplayırıq. Misala baxaq. Tutaq ki, 12-də 4, üstə gəlinsin 12-də 1 kəsiridir. Məxrəc olduğu kimi yerində qalır, surəti surətə toplayırıq, cavab alınır 12-də 5. Çıxılmasında da eyni qaydada. Tutaq ki, B-də A kəsirindən, B-də C kəsirini çıxıblar. Bu zaman yenə məxrəc olduğu kimi yerində qalır, surətdən surətə çıxırıq. Tutaq ki, 12-də 4 kəsirdir, çıxıb 12-də 1-i, məxrəci olduğu kimi saxlayıram, surətdən surətə çıxırıq. Qalır 12-də 3. Məxrəcləri müxtəlif olarsa, bu zaman baxaq. Tutaq ki, bizə verib kəsiri 4-də 3, üstə gəlinsin 5-də 1. Məxrəclər müxtəlifdirsə, ilk öncə məxrəclərə əkob tapırıq. 4 ilə 5-in əkobu 20-dir. Yəni, həm birinci kəsirin məxrəcini 20-yə gətirmək lazımdır, həm də ikinci kəsirin məxrəcini 20-yə gətirəcəyik. 4-ü neçəyə vuranda 20 alıram? 5-ə. Deməli, burada tamamlayıcı vuruğumuz 5-dir. Bəs 5-i neçəyə vuranda 20 alıram? 4-ə. Tamamlayıcı vuruğum 4-dür. İndi 5-i 4-ə vurub 20-ni yazmışıq. 5-i 3-ə də vururuq. Çünki əsas xassəyə görə surətli məxrəci vurmuşuqsa surətdə vurmalıyıq. 15, 4-ü 5-ə vurmuşuq 20, 4-ü 1-ə vururuq 4. Məxrəclər bərabər olan kəsirlər alındı. Məxrəci olduğu kimi yazırıq. Surətləri surətdə toplayırıq. Alınır 20-də 19. Çıxılmasına baxaq. Yenə eyni qaydada yazıram. 4-də 3 çıxılsın 5-də 1. Birinci yenə məxrəclərini bərabərləşdirirəm, yəni ortaq məxrəcə gətirirəm. Tamamlayıcı vuruğum 5 və 4 olur. 3 dəfə 5, 15, 4 dəfə 1, 4. Toplama yazdım, çıxma olacaq. Məxrəc olduğu kimi qalır. 15-dən 4 çıxırıq, alınır 20-də 11. Kəsirlərin vurulması. Kəsirləri vurarkən məxrəci məxrəcə, surəti surətə vururuq. Burada fərqi yoxdur. Bu kəsirlərin məxrəcləri eynidir və yaxud da fərqlidir. Məxrəci məxrəcə vurub yazırıq məxrəcdə, surəti surətə vurub yazırıq surətdə. Misal nümunəsinə baxaq. Tutaq ki, 5-də 3 vurulsun 8-də 7.
Məxrəci vururam məxrəcə. 5-i 8-ə vuranda 40, 3-ü 7-yə vuranda 21. Əgər ixtisar gedirsə, ixtisar aparırıq. Düzgün olmayan kəsir olarsa, üzr istəyirəm, qarışıq ədəd olarsa, tutaq ki 3 tam 5-də 4 vurulsun. Məsələn, 2-də 1. Bu zaman birinci qarışıq ədədi düzgün olmayan kəsirə çevirirəm. 3 dəfə 5, 15, üstünə 4 gəlirəm, 19. Vurulsun 2-də 1. Məxrəcə vururam, 5 vur 2, 10, 19 vur 1, 19 surətdə yazılır. Kəsirlərin bölünməsi və yaxud da nisbəti. Kəsirləri bölərkən birinci kəsir olduğu kimi yerində qalır. İkinci kəsir vurulur tərsinə. Yəni A da B yerində qaldı. Vurulsun digər kəsirin tərsinə. Yenə məxrəcə vurub yazırıq məxrəcə, surətə vurub yazırıq surətdə. Misalla baxsaq, tutaq ki 12-də 5-i vurub 7-də 2-yə, bölüb daha doğrusu. Birinci kəsir 12-də 5 yerində qalır. Vururam digər kəsirin tərsinə. 12-ni 2-yə vururuq 24, 7-ni 5-ə vururuq 35. Kəsrlər üzərində əməllər bu qədər. Ədədin hissəsinin tapılması, hissəsinə görə ədədin tapılması. Ədədin hissəsinin tapılması, yəni ədədin hissəsini tapmaq üçün həmin ədədi hissə göstərən kəsirə vurmaq lazımdır. Tutaq ki, A-nın NDM hissəsini istəyir. Bu zaman ədədi A-nı vurmalıyıq bizə verilən hissəyə, kəsirə. Tutaq ki, misal verib 24-ün 4-dən 3 hissəsini tapın. Nə etməliyik? 24-ü vurmalıyıq 4-də 3-ə. 24 ilə 4 ixtisar gedir. 6 qalır. 6-nı da 3-ə vursaq 18. Deməli 24-ün 4-dən 3 hissəsi 18 imiş. Baxaq sxemlə. Tutaq ki, hər hansı bir fiqurdur, kvadratdır. Bu 24-dür. Məsələn, 24-dür bu. Və bu 24-ün 4-dən 3 hissəsini istəyir. Yəni 4 hissəyə bölürəm. Və 3-ünü istəyir. 24 4-ə bəlkə nə qalır? 6. Yəni 6, 6, 6, 6. Və bu 4 dənədən 3 dənəsini istəyir. Bunu, bunu və bunu. Bu 3 dənə nə verir bizə? 18 verir. Deməli 24-ün 4-dən 3 hissəsi 18 imiş. Hissəsinə görə ədədin tapılması. Hissəsinə görə ədədin tapılmasında tutaq ki, hissə verir bizə. NDM hissəsi B olan ədədi tapın. Bu zaman ədədi hissə göstərən kəsirə bölmək lazımdır. Yəni həmin kəsirin tərsinə vurmaq lazımdır. Misal 3-də 5 hissəsi 21 olan ədədi tapın. Nə etməliyik? 21-i bölməliyik 3-də 5-ə. Yəni 21-i 3-də 5 yazmayaq, 5-də 3 yazaq. Rahat olsun. 5-dən 3. 5-də 3-ə bölürəm, yəni 21-i vurmalıyıq 3-də 5-ə. Burada 21 ilə 3 ixtisar gedir, 7 qalır. 7-ni də 5-ə vuranda alırıq 35. Yəni 5-dən 3 hissəsi 21 olan ədəd 35 imiş. 35-in 5-də 3 hissəsi 21-dir. Sxemlə göstərsək əgər, tutaq ki, bu düzbucaqlı 21 ədədidir. Bir saniyə. Bunu bölmüşük 5 hissəyə. 5. Bu 21 ədədidir.
5 hissəyə bölünüb. Daha doğrusu bu bir ədəddir. 5-dən 3-ü 21-dir. 5-dən 3 hissəsi bu 1, bu 2, bu da 3-dür. Bu 5-dən 3-ü 21-dir. 21-i bölürəm 3-ə. Alıram ki, biri 7-dir. Düzdürmü? Bir dənəsi 7-dir. Bir dənəsi 7 olsa, bəs 5 dənəsi neçə olacaq? 35 olacaq. Davam edəyim. Onluq kəsirlərlə. Məxrəci 10, 100, 1000, 10.000, 100.000 və s. şəklində olan ədədlərə, adi kəsirlərə onluq kəsirlər deyilir. Məsələn, 10-da 3, 100-də 16, 1000-də 89 və s. onluq kəsirlərdir. Onluq kəsirlər vergül ilə, yəni məxrəcsiz şəkildə yazılır. Bunu yazmaq üçün tutaq ki, 10-da 3 kəsirinə baxıram. Yazırıq bunu 0,10-3. Yəni 3-ü 10-a bölürük. Bölək. 3-ü 10-a böləndə yerləşmir. 0 yazıram bura. Vergül atıram. Burada bir 0 atıram. Oldu 30. 30-u 10-a bölsəm 3 qalır. Alındı 0,3. 16-nı 100-ə böləndə yazırıq 0,16. 89-u 1000-ə bölsəm 0,1089. Yəni məxrəcdə neçə dənə 0 varsa, o qədər vergüldən sonra ədəd yazılmalıdır. Məxrəcdə 2 dənə 0 var, vergüldən sonra 2 dənə rəqəm var. Məxrəcdə 3 dənə 0 var, vergüldən sonra 3 dənə ədəd olmalıdır surətdəki ədədlərə uyğun olaraq. Burada vergüldən əvvəlki ədəd tamdır, sonrakılar isə kəsir hissədir. Onluq kəsirdir. Gördüyümüz 3 kəsirin üçündə də tam olmadığına görə biz onların tam hissəsinə 0 yazdıq. Onluq kəsirlərin müqayisəsi və yuvarlaqlaşdırılmasına baxaq. Onluq kəsirləri müqayisə edərkən əvvəl tam hissələr müqayisə edilir, sonra kəsir hissələr. Tutaq ki, bizə onluq kəsir verib 15 tam %75 və 14 tam %95. Birinci kəsirlərə tam hissəyə baxıram. 15, 14 hansı böyükdür? 15. Deməli 15 tam %75, 14 tam %95-dən böyük olacaq. Çünki 15 14-dən böyükdür. Tam hissələr bərabərdirsə, artıq baxırıq kəsir hissələrə. Vergüldən sonraki ilk ədədə. Məsələn, 3,2, 3,5. Tamlar bərabərdir. Baxıram digərisi 0,2, 0,5. 2 5-dən nədir? Kiçikdir. Bu şəkildə olur. Və yaxud da 2,8, 2,75. Vergüldən və vergüldən sonraki rəqəmdən sonra istədiyimiz qədər 0 yaza bilərik və istədiyimiz qədər 0 silə bilərik. Baxıram, burada vergüldən sonra 1 rəqəm var, burada 2 rəqəm. Bərabərləşdirmək üçün bu 8-in yanına 0 yazıram, olur 80. İndi tamlar bərabərdir. Birində 80-dir, birində 75. Hansı böyükdür? 80. Olacaq 2,8 bölünsün 2,75-dir. Və yaxud 0,7 və 0,9. Yenə dediyim kimi vergüldən və rəqəmdən sonra 0 yaza bilərəm. Biri oldu 70, biri oldu 9. Hansı böyükdür? 70 böyükdür. Və yaxud da 1,35 və 1,351. 35-dən sonra burada bir 0 ata bilərəm. Oldu 350, 351. Hansı böyük olacaq? 1,1000-də 351 böyük olacaq. Yəni, onluq kəsirlərin yuvarlaqlaşdırılması ilə natural ədədlərin yuvarlaqlaşdırılmasına uyğun şəkildə aparılır. İndi buna baxaq. Tutaq ki, bizə misal verib 252 tam %37. Bunu yuvarlayarkən tutaq ki, yuvarlamalıyıq təkliklərə qədər. Baxıram təklik mərtəbəmdə 2 dayanıb. 2-dən sonraki ədəd nədir? 3. Deməli 2 olduğu kimi yerində qalacaq. Digərləri sıfırlanacaq. Ədədim oldu 352. Eyni ədədi onluqlar mərtəbəsinə yuvarlayıram. 5.
Ondan sonraki ədəd nədir? 2. Deməli, yenə 5 yerində qalacaq. Qalanları sıfırlanacaq. Bu vergüldən sonraki vergül yazıb sıfırlar yazmağa ehtiyac yoxdur. 250 alınır. Onluqlara qədər və təkliklərə qədər yuvarlaqlaşdırma. Onda birlərə qədər yuvarlaqlaşdırmaya baxaq. Onda bir vergüldən sonra gələn ilk ədəddir. Yəni 3. Baxıram ondan sonrakına 7-dir. 7 olduğu zaman nə edirdik? Ədəd bir vahid artırdı. Qalanı sıfırlanırdı. 3 oldu 4, 7 sıfırlandı. Onluq kəsirlər üzərində əməllərə baxaq. Onluq kəsirlərin toplanması, çıxılması, vurulması və bölünməsi. Baxaq toplanmasına. Onluq kəsirlər toplanarkən vergül altından yazılır. Uyğun mərtəbə vahidlərini toplayıb çıxırıq. Tutaq ki, 3 tam 1000-425 ilə 5 tam %12-ni toplamalıyıq. Alt-alta sütunlu şəkildə yazırıq. Tam tamın altına, vergülün altına yazılmalıdır. 5'in altı boşdur, bura 5 olduğu kimi yazıram. 2 üstə gəl 2, 4, 4 üstə gəl 1, 5, vergül olduğu kimi 3 üstə gəl 5, 8. Bu şəkildə. Başqa bir nümunəyə baxaq. Tutaq ki, 12 tam 1000-925 ilə 8 tam 356'nı toplayıyorum. 2 olacaq. 5'in üstüne 6 1 yazıram. 1 yadda. 7, 8. Bu olur 12 1 yadda. 10 1 yadda. Vergülünü də atırıq. Bu da olur 2. 21 tam 1000-281. Çıxılmasında yenə vergülün altından yazılmalıdır. Ta ki 7 tam %38'den çıxıram. 5 tam %42 və yaxud da 5 tam 1000-428 olsun. Dedim ki, vergüldən və rəqəmlərdən sonra 0 yaza bilərəm. 10'dan 8 çıxıram. 2, 7'dən 2 çıxıram. 5, 3'dən 4 çıxamıram. 1 onluq verirəm. 13'dən 4 çıxanda 9, 6'dan da 5 çıxanda 1 oldu. 1 tam 1000-952. Hər zaman boş yerlərə sıfırlar əlavə edib hesablamaq lazımdır. Tutaq ki, 2'dən çıxıb 1 tam %35. 2 bir tam ədəd. Vergül yazıb bura sıfırlar yaza bilərəm. Çıxıram. 10 dolar verirəm. 10'dan 5 çıxıram 5. 9'dan 3 çıxıram 6. 1'dən də 1 çıxanda 0. Onluq kəsillərin vurulması. Bu çıxılmadır. Onluq kəsillərin vurulmasında vergüllər nəzərə alınmadan, mərtəbələr nəzərə alınmadan normal şəkildə ədədləri yazırıq alt-alta. Yəni sütunlu şəkildə vururuq. Daha sonra vergülləri ayırırıq. Tutaq ki, 3 tam %25'i vurmaq lazımdır 1 tam 4'e. Normal 325'i 14'e vurulmuş kimi vururuq. 325'i 4'e vursam 1300 alınır. Üstə gəlsin 325'de 1'e vuranda elə 325 alınır. Toplayaq. Vergüldən sonraki ədədləri sayıram. 1, 2, 3. 3 tane ədəd varsa ayırıram. 1, 2, 3. Deməli vergülümüz buradan düşəcək. 4 tam %55. Başqa bir misala baxaq. Bax ki 12 tam 8'i vurub 3 tam 6'ya. Yenə 128'i vurur 36'ya. 128'i 6'ya vursam 768. 128'i 3'e vursam 384. Cəmi bizə verir 4608. Vergüllər sayıram. 1, 2. Deməli 2 rəqəmdən sonra vergül ayırıram. Olur 46 tam %8. Və sayır. Bu şəkildə yaza bilərik. Onluq kəsilərin bölünməsində isə vergüldən sonraki rəqəmlərin sayı bərabərləşdirilir. Rəqəm çatışmayan yerlərə sıfırlar yazılır. Vergüllər atılır. Natural ədədlər kimi bölünür. Tutaq ki, 3 tam 6'nı bölmək lazımdır 0 tam 3'e. Bu zaman hər iki tərəfdən vergül atıram. Olur 36 bölünsün 3 şəklində. Onu da böləndə qalır 12. Cavabımız da elə eləyir 12.
Bitdi. Vergül ayırmağa ehtiyac yoxdur. Vergül bəs nə zaman ayrılır? Tutaq ki, 1,25-i bölüb 2,5-ə. Baxaq. 1,25-i bölürəm 2,5-ə. Birinci vergülləri atıram. Bir vergül buradan attım, gəldi bura. Bunu da buradan attım, gəldi bura. Oldu 12,5 bölünsün 25. Yeni vergül atıram. Bu vergülü buradan silib gətirirəm bura. Siləcək heç nə yoxdur. Bura bir 0 atıram. Oldu 125 bölünsün 250. 125-i 250-yə bölə bilmirəm. Ona görə bura bir 0 atmalıyam. 0 atsam, burada 0 gətirirəm. Olur 1250 bölünsün 250. İçində yerləşir 5 dəfə. 1250 yazıram bura. 0. Deməli cavab nə oldu? 0,5. Yəni vergül necə alınır? Ona da baxdıq. Baxaq adi kəsirlərin onluq kəsirə çevrilməsi. Adi kəsirləri onluq kəsirə çevirərkən sonlu onluq kəsirdən danışırıq. Kəsirin məxrəcini sadə ruhlarına ayırdıqda, yəni mümkün ixtisarları etdikdən sonra, məxrəc yalnız 2 ya da yalnız 5 və ya həm 2 həm də 5 ruhlarından ibarət olarsa, həmin kəsiri sonlu onluq kəsirə çevirmək olar. Məsələn, 125-də 11. Bu kəsirin məxrəci nələrdən ibarətdir? 5-lərdən. Deməli, bu kəsir sonlu onluq kəsir şəklində yazıla bilər. Və yaxud 32-də 7. Məxrəc nələrdən ibarətdir? 2-lərdən. Deməli, bu kəsirdə sonlu onluq kəsir şəklində göstərilə bilər. Və yaxud da 50-də 3. Məxrəc nələrdən ibarətdir? 2 və 5-lərdən. Deməli, bu kəsir də sonlu onluq kəsir şəklində yazıla bilər. Və yaxud ixtisar edirəm. Hər 2 ədəd bölünür 3-ə. 15-i 3-ə bölürəm 5, 48-i 3-ə bölürəm 16. Məxrəc nələrdən ibarətdir? 2-lərdən. Deməli, sonlu onluq kəsir şəklində göstərilə bilər. Və sonlu onluq kəsirə çevrilə bilməyənlər hansılar olacaq? Məxrəcidə 2 və 5-dən əlavə ədədlər olar. Məsələn, 15-də 8. Məxrəc nədən ibarətdir? 3 və 5-dən. Əgər məxrəcdə 3 varsa, deməli, sonlu onluq kəsirə çevrilə bilməz. 34-də 4. Nə olur? 34 nə deməkdir? 2 vur 17. Deməli, məxrəcdə 2 və 5-dən əlavə ədəd var. Və yaxud 12-də 7. Məxrəci necə yaza bilərəm? Məxrəcdə 3 var. Deməli, olmaz. Otuz 15 ixtisar gedir. Hər ikisi 3-ə bölünür. 15-i 3-ə bölürəm 5, 32-ni 3-ə bölürəm 12. 12 necə yazılır? Deməli, məxrəcdə 2-dən başqa ədəd var. 2 və 5-dən əlavə 3 var. Deməli, sonlu onluq kəsirə çevrilə bilməz. Sonsuz dövrü onluq kəsirlər hansılardır bəs? Sonsuz dövrü onluq kəsirlər adi kəsiri onluq kəsirə çevirərkən və ya onluq kəsirin yazılışında vergüldən sonra bir rəqəm və ya rəqəmlər qrupu sonsuz təkrarlanırsa, belə kəsirlərə sonsuz dövrü onluq kəsir deyilir. Deməli, dövrü kəsirlər onluq kəsirlərin bir növüdür. Məsələn, 3-də 1 kəsiri sonsuz dövrü onluq kəsirdir. 0 tam 3-lər təkrarlanır. Necə təkrarlanır? Baxaq. 1-i bölə 3-ə. Yerləşmir. 0 yazıram. Burada 1 0 yazıram. Onun içində 3 dəfə yerləşir. 9. Ondan 9 çıxıram 1. Yenə 0 atıram. 3 dəfə yerləşir. 9. Yenə 0 atıram. 3 dəfə yerləşir. 9. 1. Bu şəkildə davam edir. 3-lər təkrarlanır. Oxuyanda isə bunu oxuruq. 0 tam dövrdə 3. Təkrarlanan
rəqəmi hər zaman mötərizənin içində yazırıq, dövrdə yazırıq yəni. Və yaxud 5 bölünsün 11, yəni 11-də 5. Bu kəsiri 5-i 11-ə bölsək, 0 tam bu şəkildə təkrarlanan 45-lər alacağıq. Sonsuz dövr onluq kəsiri şəklində yazsaq əgər olur 0 tam dövrdə 45. Təkrarlanan ədədimiz 45 idi, onu dövrə yazdıq. Bu şəkildə digər ədədləri də bölüb sonsuz və ya sonlu olduğunu görə bilərik. Sonlu olması üçün məxrəcində 2/5-in olması kifayətdir. Dövrü onluq kəsirin iki növü var. Saf dövrü onluq kəsir və qarışıq dövrü onluq kəsir. Saf dövrü onluq kəsir dövrü vergüldən dərhal sonra başlayanlardır. Məsələn, 0 tam dövrdə 5, 0 tam dövrdə 12, 3 tam dövrdə 126 və s. Qarışıq dövrü onluq kəsirləri isə dövrü vergüldən bir və bir neçə rəqəm sonra başlayan kəsirlərdir. Məsələn, 0 tam 2 dövrdə 5, 1 tam 27 dövrdə 36, 3 tam 126 dövrdə 2 və s. Bu ədədlərə deyilir qarışıq dövrü onluq kəsirlər. Yəni, təkrarlanan rəqəmlərdən ibarət ədəd kəsirin dövrü adlanır. Burada dövrümüz 5-dir, burada dövrümüz 36-dır, 12-dir, 5-dir, 12-dir, 126-dır. 3 idi təkrarlanan, gördüyümüz kimi 45-dir təkrarlanan. Dövrü onluq kəsirlərin adi kəsirə çevrilməsi. Tutaq ki, saf dövrü onluq kəsir verilib. A tam dövrdə B şəklində. Çevirərkən tam olduğu kimi yerində qalır. Kəsir xətti çəkirik. Məxrəcə dövrdəki ədədlərin sayı qədər 9, surətə isə dövrdəki ədədə əlavə edirik. Və yaxud da A tam dövrdə B, C. Tam olduğu kimi yerində qalır. Kəsir xətti məxrəcə dövrdəki ədədlərin sayı qədər 9, surəti dövrdəki ədədin özünü. Tutaq ki, belə bir ədəddir. Yenə tam olduğu kimi yerində, kəsir xətti məxrəcə dövrdəki ədədlərin sayı qədər 9, surətə isə ədədin özünü, təkrarlanan hissəni. Məsələn, nümunəyə baxaq. 0 tam dövrdə 5. Kəsir xətti tamı yoxdur. Kəsir dövrdə neçə ədəd var? 1 dənə. Məxrəcə 1, 9 atıram. Kəsirdəki ədədin özü surətdə yazılır. 2 tam dövrdə 12. Tam yazılır. Kəsir xətti dövrdə neçə ədəd var? 2. 2 dənə 9 yazıram. Ədədin özünü surətə yazırıq. Və yaxud 1 tam dövrdə 33. 1 tam yazılır. Dövrdəki ədədlərin sayı qədər 9. Ədədin özü surətdə. Qarışıq dövr onluq kəsirlərdə isə tutaq ki, A tam B dövrdə C. Bu zaman yenə tam olduğu kimi yerində dövrdəki ədədin sayı qədər 9, dövrlə vergül arasındakı ədədin sayı qədər 0 yazıram. Ümumi ədəddən çıxıram dövrlə vergül arasındakı ədədi B-ni. Tutaq ki, A tam B ise dövrdə D. Tam yerində qalır. Dövrdəki ədədin sayı qədər 9, dövrlə vergül arasındakı ədədin sayı qədər 0. Ümumi ədəddən çıxıram qarşıdakı ədədi. Məsələn, misallara baxaq. 2 tam 3 dövrdə 5. Tamı yerində saxlayıram. Dövrdə bir ədəd var 9. Dövrlə vergül arasında bir ədəd var 0. 35-dən çıxıram 3. Qalır 2 tam 90-da 32. Bunu da sadələşdirmək olar yenə. Və yaxud 1 tam 12 dövrdə 3. Tam yerində qaldı. Dövrdə bir ədəd var
dövrlə vergül arasında 2 ədəd var. Ümumi ədədim 123-dür. Çıxıram 12-ni. Alınır 1,900-də 111. Bunu yenə sadələşdirmək olar. Və s. Və yaxud 0,4 dövrdə 27. Dövrdəki ədədlərin sayı qədər 9. Vergül ilə dövr arasındakı ədədin sayı qədər 0. Ümumi ədəddən çıxıram. Vergül ilə dövr arasındakı ədədi. İxtisar gedirsə, ixtisar aparırıq. Sadələşdiririk. Bu şəkildə. Dövrdə yalnız 0 və ya yalnız 9'lar olarsa, dövrü onluq kəsir natural ədəd kimi göstərmək olar. Məsələn, bu şəkildə verilə bilər misal. 6 tam dövrdə 0. Bunu yaza bilərik. Tak ki, (63 tam dövrdə 0 da bərabər olur 3'ə. Və yaxud da 2 tam dövrdə 99. Yaza bilərəm 3 kimi. 4 tam dövrdə 9. Yaza bilərik 5 kimi. 1 tam dövrdə 9. Yaza bilərik 2 şəklində. Burada elə 6'nın özü qalır. Bu nədir yazdıq? Belə. Baxaq misal nümunələrinə. 35 nömrəli tapşırığa bax. Misallar yenə test toplusuna aiddir. 35 nömrəli misalda görürük ki, ədəddən kəsiri çıxılıb. Bunu yazmaq üçün ilk öncə sadələşdirək. Demək, bərabər 1-dən 5'də 1 çıxmaq, 5'də 5'dən 5'də 1 çıxmaq deməkdir. Olur 5'də 4. 1'dən 6'da 1 çıxmaq, 6'da 6'dan 6'da 1 çıxmaqdır. Bu olur 6'da 5, 7'də 6, 8'də 7, 9'da 8. Baxıram ki, ixtisarlar gedir. 5 ilə 5 gedir. 6 ilə 6, 7 ilə 7, 8 ilə 8. Yerdə nə qaldı? Birinci kəsirin surəti qaldı. Sonuncu kəsirin məxrəci qaldı. Cavab 9'da 4, C variantı. 40 nömrəli tapşırıq. 5'də 1, üstəgəl 7'də 1, üstəgəl 11'də 1, üstəgəl 13'də 1 bərabərdir. A olarsa, 5'də 4, üstəgəl 7'də 6, üstəgəl 11'də 10, üstəgəl 13'də 12 ifadəsi nəyə bərabərdir? Bu tip misalları yazarkən birinci hissə ilə bizim işimiz yoxdur. Hələ ki. Baxıram ikinci hissə. Görürəm ki, burada 5'də 4 var, burada 5'də 1 var. Bu 4'dən 1'i necə ala bilərəm? 5'dən 4'ü necə ala bilərəm 5'ə görə? 5'dən 1 çıxsam 4 alaram. Ona görə bu ifadəni 5'də 4, üstəgəl 7'də 6, üstəgəl 11'də 10, üstəgəlsin 13'də 12. Bu ifadəni belə yazıram. 5'də 4'ün əvəzinə yazıram. 5 çıxılsın 1. Niyə? Çünki mənə bu ifadə 1 verib. Mənə 1 lazımdır. Bunu yazıram 7'də. 7 çıxılsın 1, 6 verəcək. 11 çıx 1 yazıram. 10 alacam. Bunu yazıram 13 çıxılsın 1, 12 alacam. İndi bu kəsirləri məxrəcə eyni olan kəsirlərə parçalayıram. Yəni 5'də 5 çıx 5'də 1, 7'də 7 çıx 7'də 1, 11'də 11 çıx 11'də 1, 13'də 13 çıx 13'də 1. 5'də 5 nə deməkdir? 1. 7'də 7 1. 11'də 11 1. 13'də 13 1 deməkdir. Neçə dənə 1 var? 1, 2, 3, 4. Toplasam cəmi bizə neçə verəcək? 4 verəcək. Bir boşa bunu 4 yazıram. Çıxılsın 5'də 1, çıxılsın 7'də 1, çıxılsın 11'də 1, çıxılsın 13'də 1. Qalanları da yazdım. İndi baxıram ki, burada bu mənfini ortaq uraq kimi çıxarda bilərəm. Yəni, kəsirləri mötərizdə yazıram. Yazıram çıxılsın
5də 1. Mötərizənin qabağına mənfi çıxarmışam deyə içəridəki bütün işarələr əksinə dəyişir. Olur hamısı müsbət. Düzdür? Mötərizənin içi bizə nəyi xatırladır? Vermişdi mötərizənin içini bizə şərtdə. Deməli, mötərizənin yerinə şərtdə veriləni yaza bilərəm. 4 çıxılsın A. Doğru cavab da olur B bəndi. Davam edeyim. 49 nömrəli tapşırıq. Bu tip misalları yazanda iki üsulu var. Birinci üsul praktik üsuldur. Rahat. Birinci kəsirin məxrəcini, sonuncu kəsirin məxrəcini götürürük. Məxrəcdə bir-birinə vururuq. 3 vurulsun 23 və surətlərini toplayırıq. Məxrəcdə nə oldu? 3 vur 23, 69. 5 dənə birin cəmi də bizə 5 verir. Olur cavab B variantı. İkinci üsulda isə nə edirəm? Məxrəcə baxıram. 3, 7, 7, 11, 11, 15, 15, 19, 19, 23. Nə görürəm? 4 dənədən 1 artıblar. 3 üstəgəl 4, 7 eləyir, 7 üstəgəl 4, 11 eləyir və s. Bunu 4də 1 şəklində çıxarıram çölə. Mötərizə açıram. Yazıram. 3də 1 çıx 7də 1. 3də 1-dən 7də 1 çıxsam nə alacam? 3 vur 7 məxrəcdə olur. Ortaq məxrəc tapsam surətdə də olur. 7 çıx 3, 4. O 4 ilə bu 4 gedəcək. Yerdə qalacaq elə bizə verilən bu ifadə. Ona görə belə yaza bilərəm yəni. Üstə gəl. Digərlərini də eynisini tətbiq edirəm. Yazıram 4də 1 vurulsun, parçalayıram. 7də 1 çıxılsın, 11də 1. Üstə gəl. 4də 1 vurulsun, 11də 1 çıxılsın, 15də 1. Üstə gəlsin. 4də 1 vurulsun, 15də 1 çıxılsın, 19da 1. Üstə gəl. 4də 1 vurulsun, 19da 1 çıxılsın, 23də 1. İndi ortaq vuruq nədir? 4də 1. Bu 4də 1-i ümumi mötərizənin qarşısına çıxarıram və bu mötərizənin içərisində ifadə hamısını birləşdirirəm. Olur 3də 1 çıx, 7də 1. Üstə gəl. 7də 1 çıx, 11də 1. Üstə gəl. 11də 1 çıx, 15də 1. Üstə gəl. 15də 1 çıx, 19da 1. Üstə gəlinsin. 19da 1 çıx, 23də 1. Bərabərdir. Baxıram ki, burada 7də 1 mənfidir, 7də 1 müsbət. 11də 1 mənfi, 11də 1 müsbət. Mənfi, müsbət, mənfi, müsbət. Yerdə nə qaldı? 4də 1 vur, mötərizə. Mötərizənin içində 3də 1 çıxılsın, 23də 1. Bərabərdir. 4də 1 vurulsun. Ortaq məxrəc nə olacaq? 3 vur, 23. Surətdə qalacaq 23 çıx 3. O da bərabərdir. 4də 1 vurulsun. 69da 20. 4 ilə 20 ixtisar gedir. Qalır 69da 5. Doğru cavab B bəndi. 50 nömrəli tapşırığa baxaq. Burada cəmi hesablayındır. İlk öncə görürəm ki, burada nöqtələr var. Bilmirəm neçə dənə surətdə 1 var. Neçə dənə kəsir var burada. Kəsirlərin sayını tapmaq üçün, yəni surətdəki birlərin sayı lazımdır bizə. Kəsirlərin sayı birinci hədd 1-dir. Görürük burada. Və sonuncu hədd 4n çıx 3-dür. Əgər birinci hədd 1, sonuncu hədd 4n çıx 3 olursa, bu zaman bunu belə yaza bilərəm. 4-də 4n çıx 3 üstə gəl 1. Üstə gəl 1 bərabər olur 4-də üstə gəl yox çıx 1. Çıxılsın 1. Olur 4n çıx 4 üstə gəl 1 bərabərdir. 4'ü çıxarıram çölə, qalır n çıx 1 bölünsün 4 üstə gəl 1. 4'lər gedir. N çıx 1 üstə gəl 1. Birlər də islah olur. Qalır cavabda n. Deməli, kəsirlərin sayı n saydaymış. Sadələşdirən necə sadələşdirirdik? Bu kəsir bərabərdir. Deməli, surətləri bir toplayırdıq. Birinci kəsirin məxrəcini götürürəm. Vururam sonuncu kəsirin
sonuncu hasilini. 4n üstəgəlsin 1-ə. Dedim surətlərin, yəni kəsirlərin sayını 2 dənədir, n dənə. Yəni surətdə n vur 1 yazıram. Birlər n dənə oldu ona görə. Məxrəcdə də qalır 4n üstəgəl 1. Bu vur 1 yazanda onsuz da dəyişmir, ona görə bu şəkildə yaza bilərik. Doğru cavab olur A bəndi. 54 nömrəli tapşırıq. N-in neçə tam qiymətində bu ifadəsi tam qiymətlər alar. Bu cür misallar yazmaq üçün kəsirləri eyni məxrəcli kəsirlərə parçalayırım. Birinci baxıram ki, n üstəgəl 5, n çıx 5 var. Bu nədir? Muxtasar vurma üsulu. Yəni n-in kvadratı çıx 5-in kvadratı üstəgəl 31 var burada. Bölünsün n. Bərabərdir. Alıram n kvadratı. 5-in kvadratı 25 ilir. Qabaqda mənfi var. Mənfi 25 üstəgəl 31 bizə verir müsbət 6. Bölünsün n bərabərdir. Parçalayıram. Olur. N kvadratı bölünsün n üstəgəlsin 6 bölünsün n. N'lər ixtisar gedir. N qalır. 6 böl n yerindədir. Bizə lazım olan hissə bu hissədir. Burada n məxrəcdədir və surətdə 6 var. N 6-nın bölənləri olacaq. N alacağı qiymətlər olacaq. 1, 2, 3, 6. Şərtdə bizə nə deyir? Tam qiymətlər alır. Deməli, bir də bura mənfiləri əlavə edirik. Neçə dənə qiymət oldu? 8 dənə qiymət olmuş oldu. 57 nömrəli tapşırıq. A və S bu şəkildə verilən ifadələr olarsa, A vurulsun, S-ni tapın. Baxaq. İlk öncə A-ya baxıram. Görürəm surətdə 1-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı, 16-ın kvadratı çıx 16 var. Məxrəcdə isə 1 vur 3, 2 vur 4, 3 vur 5 var. Bu verilən mənfi 16-nı 16 dənə mənfi 1-in cəmi şəklində yazıram. Və hər birini gətirib əlavə edirəm bu kvadratlara. Olur. 1-in kvadratı çıx 1, üstəgəl. 2-nin kvadratı çıx 1, üstəgəl. 3-ün kvadratı çıx 1, üstəgəl nöqtələr, üstəgəl. 16-nın kvadratı çıx 1. Bölünsün. Məxrəc olduğu kimi qalır. 1 vur 3, üstəgəl 2 vur 4, üstəgəl 3 vur 5, üstəgəl nöqtələr, üstəgəl 15 vurulsun 17. Bərabərdir. 1-in kvadratı 1 eləyir, 1-dən 1 çıxana 0 qalır. 0-dan hər hansı bir ədədi toplayanda heç nə dəyişmir. Ona görə buna baxmıram. Keçirəm 2-in kvadratı çıx 1. 2-in kvadratı çıx 1 nə deməkdir? 1-in kvadratı 1 eləyir. 2-nin kvadratı çıx 1-in əvəzinə 2 çıx 1. Üstəgəl 1 yaza bilərim. Yəni bu müxtəsər vurma üsuludur. Düzdürmü? 2-dən 1 çıxanda 1 qalır. 2 üstə 1 gələndə 3 eləyir. Aha. Üstəgəl. 3-ün kvadratı çıx 1-də 3 çıx 1, 3 üstəgəl 1 yazaram. 3-dən 1 çıxanda 2, 3-ün üstə 1 gələndə 4 eləyir. Nöqtələr, üstəgəl. 16-ın kvadratı çıx 1. Yəni 16 çıx 1, 16 üstəgəl 1. 16-dan 1 çıxanda 15, 16 üstə 1 gələndə 17 eləyir. Məxrəc isə olduğu kimi yazıram. Baxıram ki, surətdəki ifadə ilə məxrəcdəki ifadə eynidir. Eyni ədədə öz-özünə böləndə nə alırıq? 1 alırıq. Deməli, A-nın qiyməti buradan olduğu 1. Keçək S-yə baxaq. S-ni sadələşdirir. 1 çıx 2-də 1. Birbaşa. 2-də 2 çıx 2-də 1 deməkdə olur. 2-də 1 vurulsun. 1 çıx 3-də 1. 3-də 3 çıx 3-də 1 deməkdə alınır 3-də 2. Digərlərini birbaşa yazaq. 4-də 3. 5-də 4 vurulsun. Toplamada eyni qayda. 1-in əvəzinə 5-də 5 yazacağım. 5-də 5 üstə gəl 5-də 1. Bizə verir 5-də 6. Digəri də 4-də 5. 3-də 4. Və 2-də 3. İxtisarlarımı aparam. 2-lər getdi. 3-lər getdi. 4-lər getdi. Buradan 3-lər getdi. 4-lər getdi. 5-lər getdi. Nə qaldı? Məxrəcdə bir dənə 5 qalıb. Bir dənə 2 qalıb. Surətdə bir dənə 6 qalıb. 6 ilə 2 ixtisar gedir. 3 qalır. Məxrəcdə 5, surətdə 3. 3-ü də 5-ə böləndə alıram 0,6. Deməli, S-nin qiyməti oldu 0,6. Bizdən A vurulsun
S-ni istəyir. A 1-dir. S 0,6. Cavabımız olur 0,6. Davam edək. 32. M-in neçə natural qiymətində? Bu kəsir natural ədəddir. Kəsiri eyni məxrəcini 3 dənə kəsirə parçalayıram. Olur m kvadratı böl m. Üstəgəl 5m bölünsün m. Üstəgəlsin 6 böl m. M kvadratları ixtisar gedir, qalır m. M-lər getdi, qaldı 5. 6 böl m yerində qaldı. Yenə burada bizə lazım olan 6 bölünsün m-dir. 6-nın bölənlərini tapıram. Olur 1, 2, 3 və 6-nın özü. Natural dediyinə görə sadəcə naturallara baxıram. Demək 4 dənə natural ədəd alınacaq. M-in 4 dənə natural qiymətində daha doğrusu. 49. 1 bölünsün 0,4 üstəgəlsin 1 bölünsün 0,0 üstəgəlsin. Cəminin qiyməti 333-ə bərabər olarsa A rəqəmini tapın. Sadələşdirək. Bunu yazıram 1 bölünsün 9-da A. Üstəgəlsin 1 bölünsün 90-da A. Üstəgəlsin 1 bölünsün 900-də A. Bu cür olanda əsas kəsir xəttimiz budur. Düzdürmü? Əsas kəsirin məxrəcində olan kəsirin məxrəci çıxır surətə. Vurulur surətə. Yəni bunun əvəzinə yaza bilərəm. 1 vur 9 elə 9 olur. A-da 9 üstəgəlsin A-da 90 üstəgəlsin A-da 900. Məxrəc eynidə olduğu kimi saxlayıram. Surətləri surətdə toplayıram. Alınır A-da 999 və bu kəsirin qiyməti deyir. Bərabərdir 333-ə. Məxrəc 1-dir. Surətlə surəti ixtisar edirəm. Alıram A-da 9 yazdım A-nın yerinə. A-da 3 bərabərdir 1. Çarpaz vursam A-nın qiymətini də almış oluram burada 3. A rəqəmini istəyirdi. Cavab olur 3. 56 nömrəli tapşırıq. N natural ədədinin 4n-6-da 5n-16 kəsirini düzgün kəsirə çevirən qiymətlərinin cəmini tapın. N 4-dən böyük bərabər olmalıdır. Bunu yazanda düzgün kəsir dediyinə görə surətimiz kiçik olmalıdır məxrəcdən. Sadələşdirirəm. Məlumlar bir tərəfə, məchullar bir tərəfə. Alırıq ki, n kiçikdir 10. 4-dən böyük bərabər olduğuna görə 4-dən sonraki ədədləri götürürəm. 10 daxil deyil. Və bizdən bunların cəmini istəyir. 4 üstəgəl 5, üstəgəl 6, üstəgəl 7, üstəgəl 8, üstəgəl 9. Cəm olur 39. 19 nömrəli tapşırıq. A-nın 4-də 3-ünün, B-nin 6-da 5-inə və C-nin 2-də 1-inə bərabər olduğunu bilərək ABC ədədlərini müqayisə edin. A da, B də, C də 0-dan böyükdür, müsbət ədədlərdir. A-nın 4-də 3 nə deməkdir? A vur 4-də 3. Yəni 4-də 3A bərabərdir. B-nin 6-da 5-i 6-da 5A deməkdir. C-nin 2-də 1-i də 2-də 1 C deməkdir. Bu kəsirləri bərabərlik işarəsi varsa, gəlin ortaq məxrəcə gətirək. Ortaq məxrəcə gətirsəm əgər 4, 6, 2. Hamısı məxrəcini 12 eləyəcəm. Bu 12 olsa 3-ə vurmalıyam da. Olur 9A. 12 gətirsəm 2-yə vurmalıyam. Olur 10 B. Burada B olmalıdır. Mən A yazmışam. B. Və 12-yə gətirəndə 6-ya vurmalıyam. Olur 6C. Məxrəclər bərabərdir deyə atıram onları. Yəni belə deyək, 12-yə vururam. Alınır 9-a bərabərdir 10B. O da bərabərdir 6C. Bu cür verilən ifadələrdə, yəni ortada bərabərlik işarəsi varsa, yəni bunların üçünün də qiyməti bir-birinə bərabərdir. Belə olan halda
böyük ədədi kiçiyə, kiçik ədədi böyüyə versək, vursaq. Bərabərlik doğru olacaq. Böyük ədədim B-dir. Deməli, B-ni yenə ən kiçik ədəd qoymalıyam. B ən kiçikdir. Sonra gəlir A. Ondan sonra 9 gəlir. Deməli, A ortada yazılacaq. Ən kiçik ədədim 6-dır. Onu böyüyə vurmalıyam ki, tarazlansın. Ən böyüyümüz də olacaq deməli C. Doğru cavab olur burada C variantı. 11 nömrəli tapşırıq. Turist avtomobillə yolun 5-dən 4 hissəsini getdikdən sonra qalan 8 kilometr yolu piyada getdi. Turistin getdiyi bütün yolun uzunluğunu tapın. Ümumi yol nədir? 5-də 5. Tam 1 deməkdir. 5-dən 4-ə gedib, yəni çıxıram 5-də 4. Nə qaldı? 5-dən 1. Deməli 5-dən 1 qalıb. Doğrudurmu? Qalan yolu piyada gedib. Qalan yol 8 kilometrdir. Yəni 5-də 1 x bərabərdir 8. Buradan x nəyə bərabər olacaq? 40 kilometr. Getdiyi bütün yolun uzunluğunu tapın deyir bizdən. Bütün yol ilə x-dır. Cavab olur D bəndi. 17. Azərin bir qutu rəngli qələmi var idi. O qələmlərin 3-dən 1 hissəsini İlqara, qalanının 4-dən 1 hissəsini Arifə verəndən sonra çantasında 24 qələm qaldı. Qutuda neçə qələm var idi? Deməli, Azərin neçə qələmi olduğunu bilmirik. X yazıram. O bu qələmlərin 3-dən 1-ni İlqara verib. 3-də 1 nə deməkdir? 3-dən 1 x. Qalanının 4-dən 1 hissəsini verib Arifə. Deməli, 3-dən 1-ni veribsə 3-dən 2-si özündə qalıb. Və bu 3-dən 2 x-in 4-dən 1-ni verib. İxtisar eləsəm, qalır 6-da 1 x. Bundan bu gedir 2 qalır, 3-ü 2-yə vuram 6, zötdür 1. 6-da 1-ni də Arifə verdi mi? Özündə 24 qalıb. Yəni, öz qələmlərinin sayı x idi. Çıxır İlqara verdiklərini. Böyle çıxır Arifə verdiklərini. Qalır 24. Orta məxrəcə gətirirəm. 6. Burada olur. Tamamlayıcı vuruq. 6, 2, 1. 6x çıxılsın. 2x çıxılsın. X bərabərdir 24. Olur 6-da. 3x bərabər 24. X bərabər olur buradan 48-ə. Deməli, əvvəlcə 48 qələmi var imiş. Davam edirik. 26 nömrəli tapşırıq. Bir fəhlə işi 8 saata, digəri isə 6 saata yerinə yetirir. Onlar birlikdə 3 saat işləsələr, işin hansı hissəsi görülməmiş qalır. Biri 8 saata əgər bütün işi görürsə, 8-dən 1-ə, yəni bir günə 1 saata, 8-dən 1-ni görür. 3 saat işləyir deyirsə, yazıram 8-dən 3. Birlikdə işləyirlər, toplayıram. Əgər digəri bütün işi 6 saata yerinə yetirirsə, 1 saata 6-dan 1-ni, 3 saata isə 6-dan 3-ünü yerinə yetirir. Düzdürmü? Bərabərdir. 8-də 3, 6-da 3. Bunu ixtisar eləyirəm. Qalır 8-də 3 də gəlsin 2-də 1. Ortaq məxrəc 8-dir. Burada 3 qalır. Tamamlayıcı vuruq 4-də 4 qalır. Bərabər olur 8-dən 7. Deməli 8-dən 7 hissəsi görülüb. Bizdən görülməmiş hissəsi qalır. Ümumi iş 8-dən 8-dir. 8-dən 7-sini görüblər. 8-dən 1-i qalıb. Doğru cavab olur D bəndi. 36 nömrəli tapşırıq. Paraqrafda gün ərzində mağazada satılan meyvələrin miqdarı kiloqramla təsvir olunmuşdur. Satılan meyvələrin 4-dən 1 hissəsi heyva olarsa A-nı tapın. Deməli, ilk öncə heyvaları bilmirəm nə qədərdir. A yazıram. Düzdürmü? Alma nə qədərdir? Heyva A-dır. Alma 50-dir. Armud 40-dır. 40.
deyir ki, satılan meyvələrin 4-dən 3 hissəsi heyvadır. 4-dən 1 hissəsi. Əgər bu A 4-də 1-dirsə, bu qalan 2 dənəsi neçə olmalıdır? 4-dən 4-də 1 çıxıram. 4-də 3 hissə qalır bura. İndi 4-dən 3 hissə deyəndə x götürürük də. 4-də 3 x nəyə bərabərdir? 50 üstəgəl 40, 90-a. X nəyə bərabər olacaq buradan? 3-ə bölüb 4-ə vururam. Qalır 120. X 120-dir. Ümumi meyvələrdir x. Ümumi. Almanı tapanda da nə etmək lazımdır? Daha sonra heyvanı. Ümumidən 120-dən. Alma ilə armudu çıxıram. 90. Yerdə qalır 30. Heyvanın miqdarı. 30. Doğru cavab Y bəndi. 42. Birinci nasos hovuzu 4 saata. İkincisi 6 saata. Birinci nasos hovuzu 4 saata doldurur. İkincisi 6 saata boşaldır. Birinci nasos 3. İkinci nasos 1 saat işləsə, hovuzun hansı hissəsi dolmamış qalır? Əgər birinci nasos bütün hovuzu 4 saata doldurursa, 1 saata 4-dən 1-ini, 3 saata isə 4-dən 3-ünü doldurar. Yazıram 4-dən 3. Biri doldurur, biri boşalırsa çıxırıq. İkincisi 6 saata boşaldırsa, elə 1 saata 6-dan 1-ini boşaldacaq. Ortaq məxrəc 12. Tamamlayıcı vuruq. 3, 2. 3 dəfə 3, 9. 2 dəfə 1, 2. 12-də 7. 12-də 7 hissəsi dolar. Bizdən soruşur ki, dolmamış qalar. Yəni 12-də 12-dən tamdan çıxırıq. 12-də 7-dən. Qalır 12-də 5. Doğru cavab da B bəndi. 39. Birinci boru ilə boş hovuz 4 saata. İkinci ilə 6 saata dolur. Üçüncü boru isə dolu hovuz 12 saata boşaldır. Hər üç boru eyni vaxtda qoşularsa, boş hovuzun yarısı neçə saata dolar? Birinci hovuz 4 saat işləyirsə, 4-də 1. İkincisi 6 saat. 6-da 1. Üçüncüsü boşaldır, 12-də 1 yazıram. Ümumi hovuz x-dır. Bilmirik nə qədərdir. Ona görə bərabər edirəm x-də 1-ə. Orta məxrəc tapıram 12. Burada 3 qalır, burada 2 qalır, burada 1. 3 üstəgəl 2, 5. 5-dən də 1 çıxıram. 4. Bərabər x-də 1-ə. 12-də 4 ixtisar gedir, 3-də 1 qalır. 3-də 1 bərabərdir, x-də 1-dirsə, x bərabər olur 3-ə. Bizdən yarısı neçə saata dolar deyir. 3-də bölürük 2-yə, alırıq 1,5 saat. Doğru cavab D bəndi. 50 nömrəyə tapşırıq. Sinifdəki oğlanların sayı bütün şagirdlərinin sayının 4-də 1-dən çox, 3-də 1-dən az olarsa, sinifdə ən az neçə oğlan şagird olar? Demə, 4-də 1-dən çoxdur, 3-də 1-dən azdır. Bilmirəm şagirdlərin sayını, x-da 1 yazıram. 4-də 1-dən çoxdursa, yazıram böyükdür, 4-də 1. 3-də 1-dən azsa yazıram kiçikdir, 3-də 1. 4-dən 3 ortaq məxrəc 12 götürürəm. 12, 12. Bu da yəni x-da 1 yerində qalır. Tamamlayıcı vuruq 3-dür. Tamamlayıcı vuruq 4-dür. Buraya yazıram 3, buraya yazıram 4. 3 ilə 4 arasında ədəd varmı? Xeyr. Ona görə bunu bir dəfədə kəsilən 2 mislini tapıram. Olur 24, 24. 2-yə vuranda bunda 2-yə vurmalıyam, bunda 2-yə vurmalıyam. 3-ü 2-yə vururam 6, 4-ü 2-yə vururam 8. Deməli 24-də 6, 24-də 8. 6, 8. Arada olan ədəd neçədir? 7. Deməli, oğlan şagirdlərin sayı ən az 7 nəfər olar. 47. Diaqramda gün ərzində mağazada satılmış meyvələr haqqında məlumat verilib. 36 kiloqram armud satıldığı məlumdursa, neçə kiloqram üzüm satılıb? Armudun hissəsi nə qədərdir? 9-dan 2. Üzümün hissəsi verilməyib. Ümumi 9-dan 9 olmalıdır. Bu 9-da 9-dan çıxıram verilənləri. Armudu 9-da 2. Cavalını 9-da 1-i. Alma 3-də 1-dir. Bu 3-də 1-i də birbaşa 9-a gətirirəm. Olur 9-dan 3.
Bu da üstəgəl olacaq. 9-da 3. Mötərizə almışıq çünki. Bərabərdir. 9-da 9 çıxılsın. 9-da 6. Qalır neçə? 9-da 3. İxtisar gedir. 3-də 1. Yəni 3-də 1 nə oldu? Üzüm oldu. Üzüm. Əgər 9-da 2x 36 kiloqramdırsa, axı deyir 36 kiloqram armud satılıb. X buradan nə qədər olacaq? 36-nı 2-yə bölüb 9-a vuracaq. 162 olacaq. Deməli, ümumi 162 kiloqram bizdə olur meyvələrin çəkisi. Bunun 3-dən biri üzümdür. Bizə üzümü istəyir. Ona görə 162-nin 3-dən 1 hissəsini tapırıq, 3-ə bölürük. Yəni o da olur 54 kiloqram deməli üzüm satılıb. 53 nömrəli tapşırıq. Birinci kran boş hovuzu təklikdə 18 dəqiqəyə, ikinci kran təklikdə 54 dəqiqəyə doldurur. Hovuzun aşağısında olan 3-cü kran isə təklikdə dolu hovuzu 108 dəqiqəyə boşaldır. Yəni dolduranları toplayacağıq, boşaldanı çıxacağıq. Bu 3 kran eyni zamanda açıldıqda boş hovuzun 10-dan 7 hissəsini 2 dəqiqəyə dolar. 2 dəqiqəyə dolar deyirsə, bunları belə yazıram. 18-də 1, üstəgəl 54-də 1. Çünki əgər birinci kran bütün hovuzu 18 dəqiqəyə doldurursa, 1 saat onun 18-dən birini dolduracaq. Ona görə surətlərinə 1 yazıram. Çıxılsın 108-də 1. Bərabər ilə ümumi hovuza. Hovuz bilmirəm nə qədərdir, x yazıram, x-da 1. Orta məxrəc 108-dir. Burada olacaq. Deməli 6, burada olacaq 2, burada olacaq 1. 6-nı 1-ə vursam 6, 2-ni 1-ə vursam 2, bu da 1. Bərabər x-da 1 olur. 108-də 7, x-da 1, x-da bərabərdir. 108 bölünsün 7. Deməli, ümumi hovuzun tutumu 7-də 108-dir. Bizdən bu hovuzun 10-dan 7 hissəsini 2 dəqiqəyə dolardır. Yəni, tapdığımız 7-də 108-in 10-dan 7 hissəsini tapmalıyıq. 7-lər burada ixtisar gedir. Qalır 10-da 108. 108 10-a böləndə alırıq 10,8. Deməli 10,8 dəqiqəyə dolar.